Şəmkir rayonunda 1986-cı il təvəllüdlü Azər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Zaman Hüseynovu bıçaqlayıb. Hadisə Şəmkir rayonu Dəlilər Çardaxan kəndində 2025-ci ilin iyulun 8-də baş verib. Azər evin olduğu küçədə qardaşı Bəxtiyarın qonşuları Zaman tərəfindən döyülərək bədən xəsarətləri yetirməsini öyrənib. Bundan sonra o, qisas almaq niyyəti ilə həmin gün saat 23 radələrində Zaman Hüseynovun yaşadığı evinin qarşısına gedib və məsələyə aydınlıq gətirmək istəyib. Bu zaman aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əvvəlcədən yaşadığı evdən götürərək üzərində gəzdirdiyi bıçaqla Zaman Hüseynovun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurub. Hadisəni törədən Azərin barəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, çayxanada olan zaman qardaşı Bəxtiyarla dalaşaraq onu döyüb. Mən qardaşımın qan içində görəndən sonra mətbəxdən bıçaq götürdüm və qardaşının döyməsinin səbəbini öyrənmək üçün Zamanın evinə getdim. Zamandan qardaşım Bəxtiyarı döyməsinin səbəbini soruşdum. O, yaxşı eləmişəm deyə cavab verərək söyüş söydü. Mən də əsəbləşərək Zamanın 2 dəfə bıçaqla zərbə vurdum. Daha sonra səsküyə gələn qonşularımız Zamanı xəstəxanaya apardı. Mən hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim oldum deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Zamanın sözlərinə görə hadisə günü Azərin qardaşı Bəxtiyarla birlikdə məclisdə yeyib içdikdən sonra çayxanaya gedib və orada da pivə içiblər. Sonra söhbət əsnasında mübahisə edərək dalaşıb. Bəxtiyardan uzaqlaşaraq evə gedəndən sonra Azər küçədə mənimlə qarşılaşaraq qardaşına söyüş söyməyimin səbəbini soruşdu. Mən də Azərə qarşı nalayiq ifadələr işlətdim. Bundan sonra aramızda mübahisə yarandı. Dava zamanı bir-birimizə zərbələr vurduq. Azər mənə 3 dəfə bıçaq zərbəsi vurdu. Daha sonra yoldaşım və qonşularım məni xəstəxanaya apardılar deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Azərin barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq olunub, ona 1 il 6 ay sınaq müddəti olmaqla 2 il 10 ay şərti cəza verilib. Bundan başqa Bakının Xəzər rayonunda 2003-cü il təvəllüdlü Həsrət dayısı həyat yoldaşı Vüsaləyə xəsarət yetirib. Hadisə onların birgə yaşadıkları evdə baş verib. Həsrət Vüsalə ilə aralarında baş vermiş mübahisə zəminində təpiklə onun bel nahiyəsinə bir dəfə vurub. Hadisəni törədən Həsrətin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Həsrət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, zərər çəkmiş şəxs onun dayısı Aqilin həyat yoldaşıdır. Evdə olan zaman yaşadığım evin hamam otağında əl üz yumaq üstündə onunla aramızda mübahisə baş verdi. Bu vaxt yerdən götürdüyüm ayaqqabı geyənlə mənim sol və ayaq nahiyəmdən qəsdən vuraraq xəsarət yetirdi. Lakin mən Vüsaləyə heç bir xəsarət yetirməmişəm. Əksinə, Vüsalə hər gün evdə problemlər yaradaraq səs-küy salır, evdə yaşayan insanların narahatlıq yaradır deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Vüsalənin sözlərinə görə təqsirlənilən şəxs onun baldızı İlhamənin oğludur. Hadisə günü saat təxminən 23 radələrində yaşadığım evdə olan zaman Həsrət evə gəldi. Hamamda əl üz yumaq üstündə aramızda mübahisə baş verdi. Bu vaxt Həsrət təpiklə bel nahiyəmdən vuraraq xəsarət yetirdi. Sonra döyülərək xəsarət almam barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim. Mən Həsrəti ayaqqabı geyənlə vurmamışam deyə o ifadəsinə əlavə edib. Xəzər rayon məhkəməsinin hökmü ilə təqsirlənən şəxsə 6 ay müddətinə azadlığı məhdudlaşdırılması
cəzası təyin edilib. Təqsirlənən şəxsin yaşadığı evi cəza çəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub. Bundan başqa ona elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Təqsirlənən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.